Bugün sizlərə Elşad Əliyevin test quizlərindən, kitabından, belə deyək, birinci başlıqdan biologiya canlılar haqqında elmdir, hüceyrə, toxuma, orqan və orqanlar sistemi variant A-nı izah edəcəm. Birinci sual DİM-in test toplusunda da var, qəbul imtahanında da istifadə edilmiş sual nümunələrindəndir. Bizə qeyd edir ki, şəkildə əks olunan A canlısı B, C canlılarından necə fərqlənir? A canlısı baxırıq ki, infizor tərlikdir, B xlamidomnada yosunu, C isə 6-cı sinif kitabında verilmiş bakteriyadır. Biz elə bir xüsusiyyət seçməliyik ki, A, yəni infizor tərlikdə olsun, xlamidomnada və bakteriya aid olmasın. Deyir, bütün həyati proseslər bir hüceyrə daxilində baş verir. Yəni çoxalmadır, ifrazatdır, nə bilim, qidalanmadır. Bunların hər biri bir hüceyrə daxilində baş verir. Onsuz burada verilən bütün canlılar bir hüceyrəlidir. A hər birinə aiddir. Çıxır. Deyir, aktiv hərəkət etməsinə görə görürsünüz ki, infizor tərlik kirpiklidir, hərəkət edir. Xlamidomnada və bakteriya isə qamçılarla hərəkət edir. Hər üçü aktiv hərəkət edir. Ona görə B də çıxır. Deyir, hərəkət strukturunun kirpiklər olmasına görə burada cavab C variantı olacaq. Nəyə görə? Çünki yalnız kirpik infizora aiddir. B ilə C-də isə qamçı idi. Burada cavabımız olacaq C variantı. D ilə Y-ni də yoxlayaq. Deyir, orqan və toxumaların normasına görə bunların heç birində orqan və toxuma yoxdur. Çünki bir hüceyrəli canlılardır. Qıcığa cavab verməsi hər biri canlı olduğuna görə müvafiq şəkildə özünə uyğun xarici qıcıqlara cavab verir. Cavab oldu C. Keçirik ikinciyə. Deyir, insan sosial xüsusiyyətlərini nəzərə alaraq yanlış kəşləşməni müəyyən edin. Deməli, burada A, B, C, D, Y verilibdir. Elə bir şey olmalıdır ki, A-dır, Y-dir, C-dir. Bunlarda insanın sosial xüsusiyyətlərinə aid şeylər olmalıdır. Plus verib. B ilə D-də isə aid olmayanlar verilib. Burada nə etməliyik? Deyir, A, əməkdir. Əmək insanın, necə deyərlər, sosial deyil də. Bu, onun sadəcə iş bacarığıdır. Ona görə biri götürmürük. Sonra B nitqdir. Yanlış olanı deyir daha doğrusu. A düzdür, yəni plus qoyulub düzdür. Bunu düz götürürük. B-də nitqdir. Nitq onun sosial ola bilər xüsusiyyəti. Amma burada minus qoyduğuna görə 2 yanlışdır. Daha sonra deyirik ki, C təfəkkürdür. Təfəkkürə plus qoyub düzdür, amma yanlış deyil. Bizdən yanlış istəyir. Deyir, D tənəffüsdür. D tənəffüsdür. Bəli, tənəffüs onun anatomik hissəsinə aiddir. Düz deyir də minus qoyubdur. Amma 5-də deyir, Y ictimai həyat tərzi. İctimai həyat tərzi plus, bəli, onun sosial xüsusiyyətidir, amma yanlış deyir. Burada yanlış olan 2-dir, nitq verib. Nitq onun sosial xüsusiyyətidir. Amma orada deyir, sosial xüsusiyyəti deyil. Burada da cavab olacaq D variantı. Burada olmuşdu C, burada olmuşdu D. Növbəti keçək 3-cü suala. Deyir, cədvələ əsasən səhv fikirləri müəyyən edin. A hüceyrəsi var, B hüceyrəsi var. A hüceyrəsində nüvə də var, xloroplast da var, hüceyrə divarı da var. Bu, hər üç strukturun olduğu bitki hüceyrəsidir. Sonra B hüceyrəsində isə nüvə də var, hüceyrə divarı da var, amma xloroplast yoxdur. Xloroplast yoxdursa, deməli, bu bakteriya deyil. Nüvəsi varsa, bakteriya deyil, o da gedir. Burada qalır göbələk hüceyrəsi. İndi oxuyaq. Deyir ki, B hüceyrəsi, A variantında B hüceyrəsi göbələk hüceyrəsi ola bilər. Bəli, doğrudur. A hüceyrəsi fotosintez edən eukaryotdur. Bəli, bitkidir. Fotosintez edən eukaryot hüceyrədir. C-də deyir, B hüceyrəsi yer üzərində yaşayan ən qədim orqanizm hüceyrəsi ola bilər. Xeyr, ola bilməz. Çünki ən qədim yaşayan hüceyrə bakteriyalardır. Bitkilər ən qədimi sayılmır. D variantında deyir, A hüceyrəsi bitki hüceyrəsi ola bilər. Bəli, Y variantında deyir, A və B hüceyrələri ayrı-ayrı aləmlərə aid olan orqanizmlərdir. Bəli, biri bitkilər aləmidir, biri göbələklər aləmidir. Doğrudur. Yanlış cavab C. Keçək 4-cü sualımıza. 4-cü sualda isə bizə deyir ki, heyvanlardan ayı verib, bitkilərdən ağac verib. Deyir, təsnifatında istifadə edilməyən sistematik vahidləri müəyyən edin. Məsələn, bitkilərə aid olanlar hansılar idi? Şöbə ilə, 2 ilə, deməli, nə olmalıdır? Fəsilə. Şöbə və fəsilə. Amma tip və sıra 1 ilə 5 aid olmalı heyvanlara. Bizə isə aid olmayan dediyinə görə X-in altında 2
6 olmalıdır. Deyəsən bir dəqiqə aid olmayanları istəyir burada. Yerlərini səhv yazdım deyəsən. Deyir ki, açar sözlərdən, məsələn tip. Tip heyvanlara aiddir, amma bitkilərə aid deyil. Y-in altında 1 olmalıdır. Sonra dəstə heyvanlara aiddir. Dəstə. Amma bitkilərə aid deyil. Ona görə 4 bura yazılmalıdır. Sonra şöbə bitkilərə aiddir, amma 2 heyvanlara aid ola bilməz. Sonra başqa var, sıra. Sıra bitkilərə aiddir, amma heyvanlara aid edilə bilməz. Ona görə də cavab olacaq A variantı. Sonra keçək 5-ci suala. Deyir, cədvələ əsasən doğru olanları müəyyən edin. Burada necə olmalıdır? Bakteriyadır canlımız. Plus qoyulanın altından doğrunun altından doğru, minus qoyulan yanlışdır. Yanlışın altından yanlışı götürməliyik. Deyir, bir hüceyrəsi nüvvəsinin olması. Bir hüceyrənin nüvvəsinin olması. Xeyr, bu doğru deyil, çünki bakteriyada nüvə yoxdur. Birinci ifadə yanlışdır. Birin olduğu variantları silsək qalır 2, 3, 4. Sonra deyir, bütün həyati proseslər bir hüceyrə daxilində baş verməsi doğrudur. 2-ni götürürəm. Çox hüceyrəli nüvvəsinin olması yoxdur, yəni düz deyir. 3-ü də götürürəm. 4-ə heç baxmağa ehtiyac yoxdur. Cavab olacaq 2, 3, B variantı. Növbəti 6-cı sual. Deyir ki, cədvələ əsasən K-nı müəyyən edin. Əşyanın bölünmüş ölçüsü, əşyanın böyüdülmüş ölçüsü A, okulyar üzərində görünən rəqəm B, obyektiv üzərində görünən rəqəm C, əşyanın həqiqi ölçüsü K. Deməli, biz burada nə etməliyik? Biz belə böyütmə dərəcələri yaza bilərik. Mikroskopun böyütmə dərəcəsi bərabərdir. Okulyar üzərindəki rəqəm vurulsun obyektiv üzərindəki rəqəm bu şəkildə olmalıdır. Bir də MBD, yəni mikroskopun böyütmə dərəcəsi bərabərdir. Mikroskopda görünən ölçü, yəni böyüdülmüş ölçü, görünən böl həqiqi ölçü. İndi bizdən nə istəyir bu? K-nı müəyyən etməyimizi istəyir, həqiqi ölçünü. Gəlin biz bu MBD-lərin bərabərliyini yazaq. Okulyar vurulsun, obyektiv bərabərdir, görünən bölünsün, həqiqi. Deməli, obyektiv üzərində görünən rəqəm C-dir. Okulyar üzərində görünən rəqəm B-dir. Bərabər eləyirəm, görünən ölçünü, yəni böyüdülmüş ölçünü yazıram A. Əşyanın ölçüsünü K götürürük, həqiqi ölçü. Burada da K bərabərdir A bölünsün C, B. Elə bir cavabımız 6 nömrəli sualda olacaq A variantı. Sonra keçək 7 nömrəli sualımıza. Deyir şəkildə əks olunan toxuma növünə aid olduğu toxuma qrupuna aid edilə bilməz. Şəkildə gördüyünüz epiteli toxumasıdır. Epi üstündə derma dəri deməkdir. Hansı ki burada limon dilimlərinə bənzəyən epitel toxuması vəzlidir. Vəzlərdə rast gəlinir. Burada kirpikləri olduğuna görə görürsünüz tənəffüs yollarında olan kirpikli epiteli. Burada isə sıx gördüyümüz isə çox qatlı epitelidir. Dəridə rast gəlinir. Deyir, hüceyrə arası maddənin çox olur. Burada gördüyünüz üzrə hüceyrələr bir-birlərinə çox sıx yerləşir. Və çox sıx yerləşdiklərinə görə də hüceyrə arası maddə az olur. Amma burada deyir, çox olur. Aid edilməyən, yanlışı tap dediyinə görə biri götürürük. Dəri və dəri törəmələrində rast gəlinir. Doğrudur. Bayaq dedim, epi üstündə derma dəri deməkdir. Bir-birinə sıx söykənmiş hüceyrələrdən ibarətdir. Həqiqətən də görürük ki, bir-birinə sıx birləşmiş hüceyrələrdir. Doğrudur. Deyir, heyvan toxumasının əsasını təşkil edir. Xeyr, heyvan toxumasıdır, bəli. Amma heyvan toxumasının əsas hissəsini, kütləsini təşkil etmir. Bu da yanlışdır. Aid edilə bilməzləri götür dediyinə görə cavab 1, 4, C variantı. Növbəti keçək 8-ə. Deyir, sxemə əsasən boş xanada yazıla bilər. Sxemə əsasən boş xanada yazıla bilər nə? Hüceyrə. Hüceyrədən sonra yazıla bilər toxuma, orqan, orqanlar sistemi, orqanizm. Ona görə A variantı. Sonra gələk 9-a. Deyir ki, cədvəldə əks olunan məlumatlara əsasən X toxuma qrupu, dəricik və mantardır toxumanın növü. Bu örtükdür. Sonra ötürücü toxumada ola bilər borular. Hansı ki, bu borular, hansı borular ola bilər? Burada rəqəmlər yazmalıyıq. Örtük toxuması X-a 1-i aid edəcəyik. Ötürücü borulara, məsələn, ksilema boruları, flema boruları 5 və 6-nı Y-ə əlavə edəcəyik. Fotosintez edici toxumanın növləri isə biri əsas toxumadır, bir də fotosintez edici toxumadır.
Hansı ki burada da yox, əsas toxumanın növüdür bunlar. Əsas toxuma burada 7. Deməli onda 1, 7, 5, 6. Elə zaten bir dənə belə fərqli cavab var. Cavab oldu Y. Homo sapienis'in toxuması deyil. Homo sapiens nə deməkdir? Latınca verilmiş bir növün adıdır. Homo dərrəcəli, sapiens insan. Homo insan cinsi deməkdir. Sapiens dərrəcəli, yəni dərrəcəli insan deməkdir. Hansı ki bu toxumanın növünə aid deyil. Məsələn, törədici toxuma yalnız bitkilərə aid olan bir toxumadır. 11'də şəkildə verilmiş diaqrama əsasən X-in yerinə müvafiq canlılara aid olan oxşar xüsusiyyətlər müəyyən edin. Biri ağac, biri balıq, hər ikisinə ortaq xüsusiyyət hüceyrəyə malik olması, bütün hər biri canlıdır. Sonra çoxalma, hər biri çoxala bilir, 2-ni aid edə bilər. Aktiv hərəkət heyvanlar edir, bitkilər etmir. Qidalanma canlı olduğuna görə hər birinə. Tənəffüs aid edilir. Məhdud böyümə heyvanlara aiddir. Müəyyən bir yaşa qədər böyüyür. Amma bitkilər ömürlərinin sonuna qədər böyüyür. Qeyri-məhdud böyüyür. Ortaya aid edəcəyimiz 1, 2, 4, 5 C variantı. Sonra 12. Şəkildə əks olunan canlılar üçün ümumi olan nədir? Biri göbələkdir, biri bitkidir, biri heyvandır. Fəal hərəkət edir, bitki və göbələk etmir. Yırtıcıdırlar, bu heyvana aiddir. Hüceyrəvi quruluşa malikdir, hər biri hüceyrəvi quruluşa malikdir. Sonra yalnız Azərbaycanın florasında rast gəlinə bilər. Flora bitki örtüyüdür. Faunada heyvan. Dəmir ağacdır, Lənkəran akasiyasıdır, Eldar şamıdır. Bunlar yalnız Azərbaycana xas olan bitkilərdir. Nöqtələrin yerinə yazılmalı olan bitki hüceyrəsindən müxtəlif rəng verən plastitlər hansılardır? Xromoplastlardır. Yaşıl rəng verənlər isə xloroplastlardır. 2, 1. D variantı. Burada 1, 2 də şəklində göstərilə bilər. Sadəcə ardıcıllığı düzgün qorumaq lazımdır. 2 və 1. D variantı. Keçirik 15-ə. Deyir, səhv fikri müəyyən edin. Meyoz bölünmə bütün bədən hüceyrələrində gedir. Xeyr, meyoz bölünmə yalnız cinsiyyət hüceyrələrində gedir. Elə cavab A variantıdır. Digərlərini də oxuyaq. Deyir, meyoz bölünmədə bir ana hüceyrədən 4 hüceyrə əmələ gəlir. Düzdür. Meyoz bölünmə zamanı hüceyrələrin xromosom yığımı 2 dəfə azalır. Bəli, meyozis azalma deməkdir. Mitoz bölünmə zamanı bir ana hüceyrədən 2 qız hüceyrə yaranır. Bu da doğrudur. Hüceyrə bölünmə zamanı əvvəlcə xromosomlar ikiləşir, sonra nüvə bölünür, daha sonra isə stoplazma 2-yə ayrılır. Bəli, bu da doğrudur. 16. İnsan təsnifat vahidlərində hansı variantda kiçikdən böyüyə doğru düzgün ardıcıllıqla verilir? Birincisi, növün adından başlanmalıdır, ən kiçik. Növün adı da 2 qat latın adı ilə adlandırılır. Bunu da ilk dəfə Carl Linné tərəfindən elmə sürülmüşdür. Homo sapiens növün adıdır. Homo cinsidir. Deməli, 4, 3 ilə başlamalıdır. Sonda isə xordallar tipi ən sonda 2 ilə bitməlidir. Heyvanlar, xordallar tipi 2, xordallar tipi də heyvanlar aləminə aiddir. Sonu əvvəli 4, 3, sonu 2, 5 ilə bitən C variantı olacaq. Gələk 17-yə. 17 nömrəli sualımızda isə bizə deyir, doğru kəsişməni müəyyən edin. Virus xəstəliyidir. Məsələn, günümüzdə COVID-19, hansı ki biz bunu bilirik ki, virus xəstəliyidir. Ona görə 3-ü götürürük. Daha sonra bir də ki, Qitisdəki virus xəstəliklərdir. Taun və vəba bunlara aid deyil. Götürürük 17-də C variantını. Sonra 18-dir. Mətni tamamlayın. Canlıların ən kiçik quruluş və inkişaf vahididir. Nə? 4. Yəni hüceyrə. O xaricdən nə ilə əhatə olunur? Qılafla 3. Qılafın altında plazmatik membran, daha sonra isə stoplazma yerləşir. Ekariot orqanizmlər hüceyrənin əsas hissəsini olan nüvə təşkil edir. İrsi məlumatların daşıyıcısı nədir? Xromosomlardır. 18-də də cavabımız olacaq ardıcıllığa görə B variantı. Sonra 19. Deyir, orqanizm ətraf mühitdə baş verən dəyişikliklərə cavab verir. Bu proses necə adlanır? Cavablara qarşı verilən reaksiya qıcıqlanma olacaqdır. C. Volvox canlısı çox hüceyrəli hesab olunmur. Çünki hüceyrələri ixtisaslaşmayıb, bitki kimi qidalanır. Onlar əmələ gəlmiş, çox ola bilmir, qamçılar yoxdur. Hüceyrələri ixtisaslaşmadığı üçün Volvox bir hüceyrəli hesab olunur. 21. Müəllim elektron lövhədə
aşağıdakı canlıların şəkillərini əks etdirir və hər birinə şagirdə müvəffiq canlının tənəffüs orqanları uyğun olaraq soldan sağa doğru ardıcıllıqla qruplaşdırmağı tapşırır. Doğru qrupları müəyyən edin. Deməli, birinci gördüyümüz canlı quşdur. Quş nə ilə tənəffüs edir? Ağciyərlərlə 3, balıq qəlsəmələrlə, fil yenə ağciyərlərlə 3, həşərat verib burada may böcəyidir, hansı ki çapda qaranlıq düşübdür. Bu isə traxeyalarla, yəni 31, 32 yazılan 31-32 B variantını götürməliyik 21-də. Növbəti 22-yə keçək. Deyir, verilmiş fikirlərdən hansı bütün canlı növlərinə aid xüsusiyyət saya bilməz? Məsələn, nəsil artırma və çoxalma qabiliyyəti bütün canlılar üçün xarakterlidir. Böyümə və inkişaf bütün canlılar üçündür. Maddə və maddələr mübadiləsi də bütün canlılar üçündür. Tənəffüs və qidalanma. Burada demək olar ki, A, B, C, D hamısı canlılara xas olan xüsusiyyətdir. Amma refleks, belə deyək, cavaba verilən ən mürəkkəb qıcığa qarşı verilən cavab reaksiyasıdır və yalnız çox hüceyrəli canlılarda rast gəlinə bilər və yalnız heyvanlarda olur, bitkilərdə falan olmur bunlar. 23-ə baxaq. Bizə deyir, təqdiq olunan bir prokaryot canlısının 20 dəqiqədə bir bölündüyünü nəzərə alsaq, 2 saat müddətində neçə fərd əmələ gələr? Bakteriyaların çoxalması NT bərabərdir N0 başlanğıc bakteriya vurulsun 2 N düsturu ilə hesablanır. Burada N-i tapmaqdan ötürü biz nədən istifadə edəcəyik? 2 saatı dəqiqəyə çevirsək 120 dəqiqə. 20 dəqiqədən bir bölündüyünü nəzərə alsam 20-yə bölməliyəm. Buradan alıram 6. Gətirib 2 təqdiq olunan bir bakteriyadan söhbət getdiyinə görə 1 vurulsun 2 üstü 6 mənə verəcək 64. O da bərabərdir hesablayanda deməli sonda 64 dənə fərd əmələ gələr. Sonra 24 birləşdirici toxumaya aid olanları seçin. Əzələ toxuması, xaya əzələ toxumasıdır, dırnaq epitel toxumasıdır, qandır, limfadır, pidir. Bunlar birləşdirici toxumaya aiddir. 25. Şəkildə verilən canlıların yalnız birinə aid edilən xüsusiyyətləri seçin deyir. Burada gördüyünüz meymun, primat deyək, lap. Burada isə insan. Ya primata aid olan xüsusiyyət seçilməlidir, ya insana aid olan xüsusiyyət seçilməlidir. Nitq. Nitq yalnız insana aiddir. Beynin üst şöbəsindən böyük olması, yəni beyni daha böyük olan insana aiddir. Meymunlarda üz daha böyükdür başdan, çünki başları daha balacadır. Mimika əzələlərin olması. Mimika əzələ meymunda da var, insanda da var. Yastı dırnaqların olması, dırnağın yastı olması, qabarıq dırnaqlar digər heyvanlara, primatlarda və insanda yastı dırnaqdır. Hər ikisinə aid olan xüsusiyyətdir. 5 barmaqlı ətrafın olması, lap primatla insanı kənara qoyaq. Kərtənkələdə belə 5 barmaqlı ətraf var, ona görə bu 5 ikisinə də aiddir. Yalnız birinə aid olan xüsusiyyətlər 1 və 2 olacaqdır. 26. Doğru kəsişməni müəyyən edin. Şəkildə gördüyünüz canlı bakteriyadır. Bakteriyalarda hüceyrə divarı olur 3. Bir də spor əmələ gətirə bilirlər. 2-ni götürürük. Cavab olacaq burada 2 ilə 3. Hüceyrəsi ixtisaslaşmayıb. Xeyr, formalaşmış nüvəsi də yoxdur. Spor bunların, bakteriyaların sporu çoxalmağa deyil, xarici mühitin əlverişsiz şəraitindən qorumaq üçündür. Deyir, uyğunluğu müəyyən edin. Zoologiya, mikologiya, botanika. Zoologiya heyvanları öyrənir, ona görə B ilə Y bura aid olacaqdır. Mikologiya göbələkləri öyrənir, ona görə C bura aid olacaqdır. Palıd ağacı və yosun bitkilərə aiddir deyə A və D-ni də üçüncüyə aid edəcəyik. Növbəti keçək situasiyamıza. Burada bizə deyir, təqdiq olunan situasiya haqqında 28-dən 30-a qədər tapşırılıqları yazın. Nigar deyir, şəkildə göstərilən canlılar haqqında məlumatlar toplayaraq biologiya dərsində tədqiqat edir. Birinci su itidir, ikinci bakteriya ayıdır, böcəkdir, sonra kartof bitkisidir, xarı bülbüldür, zebrdir, göbələkdir. 28 deyir, şəkildə əks olunan fauna aid hansı canlılar var, hansı ki bu canlılar da qırmızı kitaba daxil edilibdir. Qırmızı kitaba daxil edilən bir Xəzər su itisidir. Bir də ki qonur ayıdır. Xəzər su iti. Bir də boz ayı. Sonra deyir, şəkildə əks olunan canlıları öyrənən elm sahələrini müvafiq yazın. Botanika var, bitkiləri öyrənir. Göbələklər mikologiya. Heyvanları öyrənən zoologiya.
Orada bakteriya da var. Bakteriologiyada bakteriyaları öyrənir. İndi xəttimə görə üzr istəyirəm. Yəni yaxşı yaza bilmədim, amma izah bu şəkildədir. Şəkildə əks olunan canlı aləmin nümayəndələri əks olunmuşdur. Bitki, heyvan, göbələk, bakteriya 4 aləmin 4-ündən də nümayiş edilmişdir. İndi A variantını bitirdik. Növbəti keçək. Ardından B variantının izahına. Deyir ki, biologiya canlılar haqqında elmdir. Hüceyrə, toxuma, orqan B variantı. Birinci sual. Şəkildə əks olunan deyir, orqan və ya orqanların daxil olduğu sistemi müəyyən edin. Ürək var. Ürək varsa qan damardır. Mədə var, həzmdir. Böyrək var, ifrazatdır. Ağciyər var, tənəffüsdür. Skelet yoxdur burada. Cinsiyyət də yoxdur burada. Ona görə 4-dən 6 gedəcəkdir. İkinci sual. Deyir, şəkildə verilmiş diaqrama əsasən iqsim yerinə müvafiq canlılarda aid olan hansı oxşar xüsusiyyətləri yazmaq olar? Yəni, əksər bitkilər, əksər heyvanlar üçün. Bütün heyvanlar tənəffüs edir, bitkilərdə eynin. Avtotrof qidalanır. Heyvanların əksəriyyəti avtotrof qidalanmır. Ona görə yanlışdır. Heterotrof qidalanır. Bitkilər heterotrof qidalanmır. İfrazat deyək. İfrazat burada biz məsələn heyvanlara aid edə bilərik, amma bitkilər ifrazat etmir. Ola bilər deyərsiniz ifrazat toxuması. İfrazat toxuması o demək deyil ki, bitki özündə lazım olmayan maddələri ifrazat toxumasından xaric edir. Maddələr mübadiləsi bütün canlılarda olduğu kimi maddələr mübadiləsi gedir. Bir dəqiqə, ya da ki, belə götürməyək. Bu 4-ü saxlayım. Məhdud böyümə. Məhdud böyümə müəyyən bir yaşa qədər böyümədir. Bu heyvanlara aiddir. Əksər bitkilər qeyri-məhdud böyüyə bilir. Burada 4-ü də götürəcək. Bitkilər də ifrazat eləyir. Çünki canlı olduğuna görə 4-ü də götürürəm. Maddələr mübadiləsi 1, 4, 5 A variantı. Deyir, növü seçin. Növün adı həmişə 2 adla adlandırılmalıdır. D variantı. 4. Adi amöb canlısı çox hüceyrəli hesab olunmur. Çünki ixtisaslaşması, hüceyrə ixtisaslaşması yoxdur. Yalnız bütün həyati proseslər bir hüceyrə daxilində baş verir. Şəkilə əsasən 4 rəqəmi ilə göstərilmişdir. Gördüyünüz hüceyrədir, sinir hüceyrəsi. Bu 6-cı sinifdə olan şəkildə qaranlıq düşüb sinir toxumasıdır. Sinir toxumaları birləşərək beyin əmələ gətirir. Beyin sinir sisteminə əmələ gətirir. Sinir sistemi də bir orqanizmi əmələ gətirir. 4 rəqəmi ilə göstərilən olacaqdır orqanlar sistemi. 6. İfrazat toxuması olan canlılar üçün ola bilər. İfrazat toxuması olur bitkilərdə. Ona görə hansı ki birləşdirici toxuma ola bilməz. Epitel toxuması ola bilməz. Qan damar ola bilməz. İfrazat sistemi ola bilməz. Amma ötürücü toxuma ola bilər. Hansı ki sual verə bilərsiniz. Bax, məsələn, ifrazat orqanı ola bilər. Böyrək, metanefrit və s. İfrazat sistemi də ola bilər. Amma heyvanlarda ifrazat toxuması deyilən bir şey yoxdur. İfrazat toxuması yalnız bitkilərə aid. 7. Hansı bioloji terminin hərfi mənası düzgün verilmişdir? Botani ot, bitki göyərti deməkdir. Bu doğrudur. Bakteriyon çubuq deməkdir. Düzdür. Virus zəhər deməkdir. Oikos ev, mikos göbələk deməkdir. Amma heyvan yazıblar. Zon heyvan olmalıdır. Səhv göstərilən yox, deyir ki, düzgün hansı mənası düzgün verilməmişdir. Bəli, mikos göbələk deməkdir. Y variantı. Aşağıda verilənlərdən hansı ərzaq məhsullarının bakteriyaların zərəri təsirindən qorumaq üçün vasitə deyil? Məsələn, qidaları duzda saxlamaq və yaxud da şəkərdə saxlamaq, onları qurutmaq və yaxud da konservləşdirmək hər biri onları bakteriyalardan qorumaq üsuludur. Amma qidaları isti və qaranlıq yerdə saxlamaq onlara bakteriyaların gəlməsi üçün əlverişli şərait yaratmaqdır. Ona görə cavabımız olacaq D variantı. Animalculus sözü Leeuwenhoek tərəfindən deyilib kiçik heyvancıqlar deməkdir. Sonra 10-cu sual. 10-cu sualda bizə deyir ki, bakteriyal xəstəliklər. Bayaqları biz bunun oxşarını A variantında işləmişdik. Burada bakteriyal xəstəlik bir vəba xəstəliyi olacaqdır. Bir də taun xəstəliyi olacaq A variantı. 11. Deyir, cədvələ əsasən X, Y, Z ola bilər. Məsələn, X canlısında qamçı varsa bu böyük ehtimal olacaqdır. Evglena volvox. Yəni 4-lə 5. Bakteriya da ola bilər. 2, 4, 5. Yalançı ayaqlar var 3. Adi amöbdə.
Sonra kirpiklər də var infizor tərlikdə. Ona görə 11-də olur bu C variantı. 2, 4, 5, 3, 1. 12. Şəkildə əks olunan canlılar üçün ümumi sayıla bilməz. Qidalanma hər bir canlıya aiddir. Çoxalma da, maddələr mübadiləsi də, ekariot hüceyrəyə sahib olmaq da, amma məhdud böyümə heyvanlara aid olan bir şeydir. Hər birinə aid deyil, D variantı. 13. Deyil şəkillər əsasən yanlış fikri müəyyən edin. X plastitdir, Y plastitdir, Z plastitdir. Hansı ki bunun çiçək verib rəngli hissəsidir, xromoplastdır. Yaşıl yarpağını göstərib xlorodur. Aşağı isə leykodur, rəngsiz hissəsi. Deyir, Y üzvü maddələrin yaranmasında iştirak edir. Bəli, yaşıl olanlar üzvü maddələrin yaranmasında iştirak edir. Z üzvü maddələrin toplanmasında iştirak edir. Bəli, leykositlər üzvü maddələr toplayır. X bitkiləri cəlb edici edir. Bəli, rəngli olması onların həşəratlar tərəfindən cəlb olunmasını edir. Düzdür. Z deyir, ehtiyat toplayıcı parenximdə geniş yayılıbdır. Ehtiyat toplayıcı parenximdir, düzdür, bu da doğrudur. Y variantı bizim yanlış cavabımız olacaq. Deyir, yalnız parenxim toxunması yayılıbdır. Y-də xeyr, parenxim toxunması yayılmayıbdır. Növbəti, keçək 14-ə. İnsan bioloji xüsusiyyətlərini nəzərə alaraq doğru kəsişməni müəyyən edin. Yenə bu bayaqki sualdandır. Deyir, A əməkdir. Əmək onun bioloji deyil, sosial xüsusiyyətidir. Plus yazıblar, ona görə aid kəsişməni göstərin deyir, 1 çıxır. B deyir, nitqdir, nitq onun bioloji xüsusiyyəti deyil, məsələn bu doğrudur. C təfəkkürdür, təfəkkür onun sosialdır, amma plus yazıb, bizdən bioloji istəyir, bu yanlışdır, yəni doğrunu istəyir. D tənəffüsdür, tənəffüsə minus yazıb, niyə səhv yazıb bilmirəm. Onun bioloji xüsusiyyəti olmalıdır. 5-də deyir, Y, B-nin iri həcmli olması. Y-yə plus mu yazıb? Bəli, plus yazıb. Beyindən söhbət gedir. Beyin orqandan söhbət getdiyinə görə bu onun bioloji xüsusiyyətidir. 5-i də götürürük. Ona görə 2, 5 Y variantı. Növbəti 15. 15 isə bayaqki kimi idi. Bu bitki hüceyrəsidir. Bu isə bakteri, daha doğrusu göbələk. Deyir ki, A hüceyrəsi fotosintezə edən ekariotdur. Bu düzdür. Elə bizdən deyəsən düzü istəyirdi. 15A-da digərlərdə bayaqki ifadələrin eynisidir. Yanlışdır. 16. Boş sözü boşda toplanır. Dırnaq arası boş demək vakulus boşluq deməkdir. Vakol. Vakolda nə toplanacaq? Hüceyrə şirəsi A variantı. 17. Cədvələ əsasən X-in yerinə yazıla bilər. Əzələdir. Funksiyası nədir? Əzələ heyvanlarda hərəkət funksiyasını yerinə yetirir. Doğrudur. Oyanma və ötürmə. Oyanma və ötürmə əzələnin deyil, sinir toxumasının işidir. Əzələninki oyanma və yığılmadır. Oyanma, yığılma. Xüsusiyyəti budur, 2 deyil. Qanın damarlarla hərəkətini təmin etmək. Bəli. Qidanın həzm borusu ilə hərəkətini təmin etmək. Bəli. Cavab olacaq 1, 3, 4 D variantı. 18. Maddələrin daşınmasını təmin eləyən borulardır. Hansı ki bu ötürücü toxuma. Törədici toxumanın funksiyası bölünmə, yeni hüceyrə əmələ gətirmə, bitkini qoruyur, ətraf mühitlə əlaqəsini təmin edir, dəricik, hansı ki örtük. Bizdən deyir ki, yanlış fikri tapın. Deyir, X gövdənin qabıq qatında yerləşə bilər. Bəli, hansı ki bu floema borulardırsa yerləşə bilər. Z bitkinin böyüməsini təmin edir. Bəli, törədici toxuma bitkini böyüdə bilər. Y bəzi hüceyrələr canlıdır. Örtük toxumasının 2 növü var. Dəricikdirsə canlıdır, mantarsa cansızdır. Bu da doğrudur. Z-in bütün hüceyrələr canlıdır. Bəli, törədici toxumanın bütün hüceyrələr canlıdır. X-in deyir, bütün hüceyrələr canlıdır. Ötürücü toxumada ksilema boruları cansızdır. Floema boruları canlıdır. Ona görə səhv olan cavab elə Y-dir. 19. Homo sapiens dedik ki, dərrəkəli insandır, heyvandır. Yəni, insan toxumasıdır deyir. Hansı ki, epitel toxuması olacaqdır. 20. Həzm sisteminə aid olanlar, bir də tənəffüs sisteminə aid olanlar. Məsələn, mədədir, qida borusudur, bağırsaqdır. 3, 2, 3, 5. 1, 2 də, hansı ki, daha doğrusu 1, 2 yox, 1, 4 də aiddir. Yerlərini yanlış yazdım. 2, 3,
yerlərin səhv yazdım. 1, 4 tənəffüsdür. 2, 3, 5 həzm sisteminə aiddir. Buna uyğun cavab da olacaqdır Y variantı. 21. Ətraf mühitin orqanizmin maddələrin daxil olması və parçalanma məhsullarının bədəndən xaricə çıxarılması necə adlanır? Hansı ki buna biz deyirik ki ifrazat deyirik. 22. X sayda xromosomu olan ana hüceyrənin mitoz yolla bölünməşdir. Əmələ gələn qız hüceyrənin birində xromosomlar sayı neçə olar? Mitoz yolla əmələ gələndə anada nə qədər xromosom varsa, qız hüceyrələrdə də o qədər olmalıdır. Qızın birini soruşursa, anasındakı X-dırsa, qızında da X olacaq. 23. Deyir, verilmiş canlıların hər ikisinə aid olan xüsusiyyəti seçin. Nitq deyir, beynin 3 şöbəsidir, amma mimik əzələ, yastı dırnaq və 5 barmaqlı ətraf 3, 4, 5 aiddir. Şəkildə əks olunan canlılarda birləşdirici toxuma var. Birləşdirici toxuma heyvanlarda, quşda, bəbirdə və balıqda. Yəni, cavab olacaq 24 və 3. Səhv olanı tapın deyir. Burada gördüyünüz infuzor tərlikdir. Bir doğrudur, ona görə götürmürəm. Aktiv hərəkətli götürmürəm. Plastik yoxdur. Ona görə 25'də cavab olacaq yalnız 3. 26. Deyir, cədvələ əsasən X, Y cəmini tapın. Əksər məməli heyvanlarda ifrazat sistemi, orqanlarının sayı və orqanların növü. 2 ədəd böyrək. Sonra 2 ədəd böyrək çıxarıcı kanallar çıxır. Böyrəklərdən 2 kanal çıxır. 2 böyrək sidik çıxarıcı kanal deyək. Kanal. Bir ədəd sidik kisəsi, bir ədəd sidik kanalı. Burada cəmi 2, 2, 1, 1 toplayanda 6 dənə orqan. Növ sayına görə böyrək, sidik axarları, sidik kisəsi, sidik kanalı. Bu da eləyəcək 4 dənə. X-la Y-in cəmini istəyir 10'dur. Növbəti 27. Deyir, uyğunluğu müəyyən edin. Yarasa, Xəzər nərəsi, yəni heyvandır. A ilə C aiddir heyvanlara. Bakteriologiya aiddir D. Buğda və dəmir ağac B ilə Y də heyvandır. Sonra yenə buradakı situasiyada eynidir. D şəkildə əks olunan canlı Azərbaycan faunasında rast gəlinmir. Hansı ki Azərbaycanda rast gəlinməyəcək. Timsaha, bir də filə. Şəkildə əks olunan canlıları öyrənən elm, bitki var, heyvan var, göbələk var, bakteriologiya, zoologiya, botanika, bir də mikologiya. Şəkildə əks olunan aləmləri də müəyyən edin. Heyvanlar, göbələk, bitki və salam. Bakteriyalar yoxdur. Bu qədər. Buradan da bitirdik.